Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Növbəti ildən pensiyalar nə qədər artırılacaq, hansı faiz dərəcəsi ilə pensiyalar artırılacaq, ətraflı şəkildə məlumat verəcəyik. Növbəti aydan iyul ayından etibarən bir sıra sosial müavinət və təqaüdlərdə artımlar olunması gözlənilir. Bəs bu təqaüd və müavinətlər, pensiyalar hansılar olacaq? O barədə də məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, bilirsiniz ki, Azərbaycanda sonuncu dəfə pensiya artımı fevral ayında qeydə alınmışdı. Pensiyalar 9,3% miqdarında indeksləşdirilmişdi. Bu barədə daha əvvəl video çəkmişdik, ancaq izləyicilərimizin verdiyi suallara əsasən bu videonu təkrar çəkmək məcburiyyətinə qaldıq. İzləyicilərimizdən bir çox suallar var. Növbəti ildən pensiyamız nə qədər artacaq? Bu il artım faizi az oldu, bəs növbəti ildə pensiya artım faizi nə qədər olacaq? Bu tipli suallar çox olduğu üçün təkrar pensiya artımı faizi barədə məlumat vermək istədik. Növbəti ildən hörmətli izləyicilər, pensiya artımı faizi 10,2% miqdarında ola bilər. Bununla bağlı Nazirlikdən rəsmi açıqlama hələ ki yoxdur, ancaq statistik göstəricilərə nəzərə alsaq, növbəti ildən pensiya artımı 10,2% miqdarında təşkil edəcək. Çünki bu il inflyasiya qiymət artımları nəzərə alınıb 9,3% miqdarında pensiyalar artırılmışdı və növbəti ildə pensiya artımları isə bu ilin inflyasiya qiymət artımları və digər göstəricilərlə ölçüləcək. 393 manat əmək pensiyası alan vətəndaşımızın fevral ayındakı indeksləşdirilmədən sonra 9,3% bilirsiniz ki, indeksasiya edildi pensiyalar və vətəndaşımızın pensiyasının 36 manat təxmini 36 manat 50 qəpik artdığını biz şahidi olduq və orta hesabla da aldığı pensiya 429 manat olmuşdu vətəndaşlarımızın. Və 429 manat əmək pensiyası təbii ki, artıq artımlar qeydə alındığı üçün növbəti ildə bu artımların üzərinə indeksləşdiriləcək pensiyalar və hazırki dövrdə 429 manat əmək pensiyası alan vətəndaşımızın növbəti ilin yanvar-fevral aylarından pensiya indeksləşdirilməsi zamanı indeksləşdirilmə rəqəmi isə 10,2% olacağı nəzərə tutulur və bu da 43 manat 70 qəpiklik təxmini artım deməkdir. Növbəti aydan isə bir sıra sosial müavinət, təqaüd və pensiyalarda artımların olunması məlumatı verilmişdi. Daha əvvəl sizlərlə bu barədə video paylaşmışdıq. Növbəti aydan artırılması gözlənilən müavinət, təqaüd, pensiyalar bunlardır. 220 manat yaşa görə verilən sosial müavinətin artımı gözlənilir ilk olaraq. Daha sonra 320 manat minimum əmək pensiyasının artımı gözlənilir. 80 manat veteran pulunun artımı gözlənilir və ölkə üzrə minimum əmək haqqının artımı gözlənilir. Videomuz yekunlaşır. Növbəti videoda sizlərə çox önəmli bir məlumat paylaşacağıq. Ünvanlı dövlət sosial yardımının dəyişən qaydaları haqqında ətraflı məlumat verəcəyik. Ünvanlı dövlət sosial yardımının qaydaları dəyişir. İyul ayının 1-dən və bir çox vətəndaşlar sosial yardım almaqda çətinlik çəkəcəklər. Bir çoxları isə ümumiyyətlə ala bilməyəcək və ya çox çətinlik çəkəcəklər sosial yardımı düzəltmək üçün. Dəyişən qaydalar hansılar olacaq, hansı vətəndaşlar ala bilməyəcək, hansı vətəndaşlar daha rahat alacaq sosial yardımı ətraflı şəkildə o videoda məlumat verəcəyik. Həmin videonu qaçırmamaq üçün bu videonu mütləq bəyənin ki, videomuz daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza da abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.